Azərbaycan Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikhail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, görüş zamanı bugün təqribən gecə saat 1-də Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İskəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı səfirə kəskin etiraz bildirilib. Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Görüşdə diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbul edilməz olduğu diqqətə çatdırılıb. Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.